Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Amma ba'd. Sevgili qardaşlar, ən birinci həmişəki kimi Allah Taala'ya şükür edirəm. Çünki şükür eləmək bütün nemətləri çoxaldır. Və Allah Taala'nın bizə əmr etdiyi bir əmrdir Allah Taala'nın. Və həmçinin şükür etmək nemətləri çoxaldan kimi də Allahın razılığıdır və ən böyük şükür də Allah Taala'nın bizə verdiyi imandır. Yəni ona görə doğru yolda olmaq. Allah Taala Quranda da buyurur ki: "Kullu hizbin bima ladayhim farihun." Hər bir dəstə nəyin üzərindəsə, hansı əqidənin üzərindəsə sevinirlər ki, onlar haqq üzərindədirlər. Və onu haqq görürlər. Amma yəni haqq yol bir dənədir. Allah Taala'nın qoyduğu, buyurduğu yoldur. Və həmçinin şükür etmək, yəni qulluq, yəni insanın Rəbbinə olan borcudur. Və sonra, sevimli qardaşlar, bilirsiniz ki, insan övladı günah eləyəndir, xəta eləyəndir. Və günah eləyənlərin ən xeyirlisi tövbə eləyənlərdir. Və bu günah etdikdə bəzi əməllər var ki, onlar insanı təmizləyir. Yəni, o da Allahın rəhmətidir, bir hikmətdir. Ümumiyyətlə, insanın yaradılışı, insanın bu dünyanın yaradılışı, insanın əməllərinin yaradılması və s. hamısında bir hikmət var, bir sir var. Yoxsa bu həyat heç vaxt maraqlı olmazdı. Və Allah Subhanahu Taala deməli, insanı yaradıb və insan əlbəttə ki, mələk deyil. Yəni, mələklər var ki, bilirsiniz ki, onlar günah eləmirlər. Onlar Allah Taala'nın buyurduqlarının hamısını yerinə yetirirlər. Və asi olmurlar heç vaxt. Və onların öz işləri var, iş prinsipləri var. Və insan ancaq nədir, həm günah eləyir, xəta eləyir və onların ən xeyirlisi də günahlardan tövbə eləyəndir. Onlardan çəkinəndir. Və ona görə də bəzi səbəblər var ki, günahların kəffarəsidir, yəni təmizləyir. Günahlardan insan təmizlənir. Və ən birinci nədir? Tövbə etmək. Tövbə nədir? Allaha qayıtmaq. Günah işləri tərk etmək, Allah Taala'nın qadağan işlərini etdiklərini tərk etmək, haramları tərk etmək, Allaha tərəf qayıtmaq. Tövbə bu deməkdir. Və insan tövbə eləyəndə elə bil ki, onun heç bir kəmənlə zəmbəlahu. Elə bil ki, onun heç bir günahı yoxdur. Yəni, təmizlənir. Əlbəttə ki, tövbə sadiq ürəkdən olmalıdır. Amma tam, yəni səmimi olmalıdır. Dildə tövbə etmək nə olmur? Yəni, gərəksən o günahı tərk etməlisən. Yəni, odur ki, tövbə odur ki, o günah sənin yadıma düşəndə sən kədərlənməlisən. Və o səni günaha getmək istəyən vaxtı sən ondan qorxmalısan, çəkinməlisən. Və sənin tövbən budur. Və tövbə etmək insanın günahların təmizləyir. Və həmçinin istiğfar eləmək, Allahdan bağışlanma istəmək. Çünki günahlardan bağışlanma istəmək, yəni günahların təmizlənməsinə səbəbdir və həmçinin ruzunuzun çoxalmasına, yağışların yağmasına, bərəkətin gəlməsinə, yəni ailəyə, hər bir şeyə nədir? Xeyri var. Və ona görə də nədir? Tövbə və istiğfar həmişə lazımdır. Və həmçinin deməli, günahları təmizləyən şeylərdən birisi, səbəblərdən birisi, yaxşı işlər görmək. Yəni, tövbə etdin, nətər ki, Allah Taala buyurur ki, İllə mən təbə və əmənə və amilə əmələn salihən fəuləikə yübəddilillahu səyyiətihim həsənət. O kəslər ki, iman gətirirlər, illə mən təbə, tövbə eləyirlər və iman gətirirlər. Yəni, təkcə tövbə etməklə yox. Yəni, Allahdan qorxurlar, iman gətirirlər, imanlarında düzgün olurlar. İllə mən təbə və əmənə və amilə salihən. Yəni, salih işlər də görürlər. Yəni, o pis işlərin əvəzində daha yaxşı işlər görürlər. Yəni, əl-həsənət yuzhibnə səyyiət. Yəni, yaxşı işlər pis işləri yuyur, təmizləyir. Yəni,
onlar çoxaldıqda yaxşı əməllər pis əməlləri eləyir, örtür, təmizləyir, insan təmizlənir. Əlbəttə, insan özü rahatlıq tapır, özü də hiss edir ki, artıq o bir də günaha qayıtmaq istəmir, eləmir. Və ona görə də deməli, tövbə etmək, bağışlanma istəmək və yaxşı əməl etmək. Həm insan artıq tövbədən qayıdıbsa və çalışır ki, yaxşı işlər görsün həmişə, pis işlərdən uzaq olsun. Və yaxşı əməllər də pis əməlləri yuyur, təmizləyir, aparır. Və həmçinin müsəlmanlar üçün dua etmək. Dua etmək, yəni sən əlbəttə ki, özün üçün də dua edirsən və müsəlmanlar üçün dua etmək, ümumiyyətlə dua etmək ola bilər ki, sən etdiyin dualara görə, yəni müsəlmanlara təmizlənsinlər ondan. Deməli, ölülər üçün də etmək olar, məsələn, dirilər üçün də. Və bilirsiniz ki, dua qəbul olur, hansı dualardır, qardaşın üçün dua edirsən, orada o yoxdur. Yəni, olmadığı halda, sən qayıb deyirlər, onun üçün dua edirsən və o dua qəbul olunan duadır. Və ona görə də müsəlmanlar üçün, möminlər üçün dua etmək lazımdır. Və həmçinin sənə savab da yazılır, onların hər birinə görə. Allahummağfirli musliminə vəl-muslimət vəl-mu'mininə vəl-mu'minət vəl-əhyəy minhum vəl-ənvat. Və bu duanı həmişə etmək lazımdır. Həm birinci müsəlman qardaş və bacıların üçün bağışlanmaq istəyirsən. Hətta məsələn, bəzən olur ki, övladın duası valideyn üçün. Deyir, o övlad o qədər dua edə bilər ki, yəni onun təmizlənsin, günahları tamamilə geçsin. Ona görə də müsəlmanlar üçün dua etmək lazımdır və həm də o günahların təmizlənməsinə səbəb olur. Və həmçinin sədəqə vermək, yaxşı işlər görmək, yəni bunlar da insanı təmizləyir, günahlardan təmizləyir. Bu, əməllər eləyəndə insan təmizlənir günahlardan. Və həmçinin Rasulullah sallallahu aleyhi və səlləmin şəfaəti, qiyamət günü. Yəni, onları şəfaət deyir Rasulullah sallallahu aleyhi və səlləm və həmin o insanda ki, onlar məsələn Allahın rəhməti ilə həmin o müsəlmanları, möminləri Allah Teala bağışlayır və onları qəbul edir. Və onun üçün də çalışmaq lazımdır ki, Rasulullah sallallahu aleyhi və səlləmin yolunu gedəsən və doğru yolda olasan və sənin üçün dua eləyəndə şəfaəti sənə çatsın və bilirsiniz ki, o gün hovuzun ətrafından çox adamları qovub çıxardılar oradan və Rasulullah sallallahu aleyhi və səlləm ki, onlar mənim ümmətimdəndir. Sən bilmirsən, deyir, onlar səndən sonra nələr ediblər, dində nələr dəyişiblər, nələr çeviriblər. Yəni, dində həm də etmək, şəfaət, yəni sənin təmizlənməyə və yaxud da sənin şəfaətə düşməklə maniyyətçilik törədir. Ona görə də yəni, müxalif olmaq sünnəyə, Rasulullah sallallahu aleyhi və səlləmin yoluna, ona görə də çalışmaq lazımdır ki, Rasulullah sallallahu aleyhi və səlləmin yoluna uyğun olsun və o qiyamət günü deməli, sənin üçün şəfaətçi olsun. Və həmçinin bu dünyada insanın başına müxtəlif bəlalar gəlir, imtihanlar gəlir və onlar da nədir? Günahların təmizlənməsidir. Əlbəttə ki, səbr eləyərsə, Allah Teala'ya bağlanarsa və Allaha şükür eləyərsə və əlbəttə ki, yəni bu müsibətlər, hətta məsələn, müminin barmağına bir tikan batsa, səbr eləyərsə, şükür eləyərsə, onun günahları ağacdan yarpaq tökülən kimi tökülür. Rəsulullah sallallahu aleyhi ve sellem. Gördüyünüz kimi, əməllər, hansılar ki, səbr eləyir, ona gələn imtihanlar, bəlalar, hamısı onun üçün faydalıdır və onu eləyir, qoruyur, günahlarını təmizləyir. Və həmçinin bərzəx həyatında, bilirsiniz ki, bərzəx yəni pərdə deməkdir. Yəni, bu pərdə o deməkdir ki, bərzəx həyatı yəni qəbirdə olur. Yəni, biz bu dünya var, bərzəx həyatı var, bir də axirət həyatı var. Yəni, bərzəx o deməkdir ki, bu dünyanın axirət arasında pərdə var. Yəni, sən olanı görmürsən, qəbir həyatı, qəbir həyatında müəyyən bir, bu dünyada müəyyən şeylər var. Yəni, bu dünyaya aiddir, onları qarışdırmaq olmaz. Bəzən olur ki, yox, başlayırlar danışmağa. Yəni, bu düzgün deyil. Yəni, hər şeyin öz vaxtı var, yeri var. Yəni, bu dünyanın
işləri, bu dünyanın əməlləri bu dünyaya aiddir. Ona nə axirətə, ya oranla bura aidiyyəti yoxdur. Və onlar yəni hamısı müstəqildir. Ümumiyyətlə, yəni bu məsələlər qeybidir və bəzi şeylərdən bizə məlumat verilir və həmçinin bilirsiniz, qəbirdə də sıxıntılar var, çətinliklər var. Onlar da mömin üçün o qorxu kəffarədir. Və möminin hər bir halı yəni, həqiqətən də maraqlıdır, yəni təəccüblüdür. Yəni, çünki ona bir bəla gələrsə, şükr eləyər, onun üçün xeyirlidir, səbr eləyər, onun üçün xeyirlidir. Bir neymət gələrsə, şükr eləyər, o da onun üçün xeyirlidir. Həqiqətən möminin halı nədir? Doğrudan da maraqlıdır. Və həmçinin qiyamət gündə, yəni insan bilirsiniz də, qiyamət günü çox ağır gündür. Onlardan keçmək mömin üçün nədir? Kəffarət olar, yəni təmizləyir. Və həmçinin Allah Subhanahu taalanın rəhməti. Allah taalanın rəhməti də, yəni Allah taala rəhmələrin ən rəhimlisi, mərhəmətlərin ən mərhəmətlisidir. Və Allah taala da çoxlu insanları bağışlayır və çoxsundan keçir və Allah taalanın rəhmətindən. Ona görə də həmçinin Rasulullah sallallahu əleyhi və səlləm buyurdu ki, hamısı Allahın rəhməti ilə cənnətə girdi. Hətta dedilər, ya Rasulullah, sən də, dedi, hətta mən də. Bilirsiniz ki, Rasulullah sallallahu aleyhi və səlləm Allahın sevimlisi, seçdiyi idi və üstün insanlardan idi, amma görürsən ki, Allahın rəhməti ilə. Ona görə də həmişə elə işlər görmək lazımdır ki, Allah Taalanın sənə rəhməti olsun, rəhm etsin sənə. Allah sənə qəzəblənməsin. Yəni ki, rəhmətinin əksi nədir? Qəzəbdir. Və onu qəzəbləndirən işlər eləməməlisən. Onu razı salmalısan. Və onun sevdiyi, onun buyurduğu, əmr etdikləri işləri görməlisən, qadağan etdiklərindən çəkinməlisən. Və insanlar bunu yəni, başa düşmür, bilmir və yaxud da nəsə müəyyən maniyələr var ki, hələ ki, başa düşə bilmir. İnşallah Allah hidayət versin və həmçinin zikr eləmək, təsbih, təhlil, təhmid, yəni Subhanallah və Elhamdülillah və la iləhə illallah və nədir, bunlar hamısı nədir? İnsanın günahlarını təmizləyir və həmçinin müsibətlərə səbr etmək, o da dediyim ki, bayaq qeyd elədim, yəni insanın müsibətlərin, daha doğrusu günahların nədir? Bağışlayır. Ona gələn müsibətlərə səbr eləyərsə, nədir? Allah Taala onu bağışlayır, yəni günahlarını təmizləyir və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm yolun getmək, doğru yolun, Allahın məhəbbətini qazanmaqdır və Allah Subhanahu taala əlbəttə ki, məhəbbət sevdiyi quluna nədir? Onun günahlarını bağışlayır və təmizləyir. Ona görə də bunlar bəzi məsələlər idi, səbəblər idi, günahların bağışlanmasına, təmizlənməsinə. Əlbəttə, hamımızın ehtiyacı var və özünüz də bilirsiniz ki, günahlar insanı ağırlaşdıran şeydir. Yəni, narahat edir və görürsən ki, xeyirdən geri qoyur, qəlbin qaraltı. Ona görə tövbə etmək, Allah Taalaya qayıtmaq lazımdır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, insan bir günah eləyəndə onun qəlbinə zərrə qədəri bir qara ləkə düşür, Əgər onu tövbə eləyərsə silinir, tövbə eləməsə qalır və nədir? Yavaş-yavaş onlar çoxalır, qəlb tamamilə sönür. Ümumiyyətlə nədir? Ancaq günahları, haramları hamısını nədir? Yaxşı görür və ona o tərəf yönəlir. Bunlar da təhlükəli şeylərdir. Həm o özü üçün, həm dünyası üçün, həm ahirəti üçün, həm də başqaları üçün. Ona görə inşallah çalışmaq lazımdır ki, günahlarından tövbə etmək birinci və qayıtmaq və günahların təmizlənməsinə çalışmaq lazımdır. Və həmçinin günahların çoxalması, bəlaların çoxalmasıdır. Günahlar heç yaxşı şeydir, bu dünyada da. Və insanlar görürsən, onu dərk eləyə bilmirlər. Kimsə kimin üstə atır ki, yağış yağmadı, filan şey oldu, müharibə, aclıq, xəstəlik. Onlar hamısı Allah Subhanahu taalanın göndərdiyi bəlalardır, insanların etdiyi günahlarına görə. Ona görə günahlar ağırdır, həm bu dünya, həm axirət üçün və çalışmaq lazım ki, təmizlənəsən. Nə qədər ki, fürsətdir, insan ömrü çox uzun deyil, müəyyən bir vaxtdır, müəyyən bir qədərdir, çox qısa bir vaxtdır. Yəni, bu dünyada elə canlılar var ki, görürsən ki, saatla yaşayırlar. Bir günlə yaşayırlar, məsələn, dəqiqələrlə yaşayan, Allah bilir. Yəni, hələ biz bilməyənlər var, amma görürsən ki, onlar da bir həyat yaşayıb gedirlər. Nəsil yaratıb gedirlər, yəni gözlərindən sonra qoyurlar. Allah Subhanahu taala insana da müəyyən bir möhlət verib və özü də bilirsiniz ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurdu ki, mənim ümmətimdən bir vaxt gələcək ki,
yaş həddi 60 civarında olacaqdı. Yəni bu yaş ətrafında. Yəni görürsən, insanın ömrü gedib, artıq bir şey qalmayıb, axirətə hazırlaşmaq lazımdır. Və görürsən, sələflərimiz nə edərdilər? Artıq 40 yaşı keçəndə, 50 yaşı keçəndə artıq bütün ticarəti, işləri zadı buraxırdılar. Ancaq axirətə, yəni artıq ora hazırlaşırdılar. Axirət evinə hazırlaşırdılar. Yəni əməl edirdilər, ibadət edirdilər, tövbə edirdilər. Yəni çünki insan yaşadıqca dalaşırsan, nə bilim, işlərdə nəsə olur, problem olur, günah edirsən, haram edirsən. Yəni nə qarışdıqca, çalışdıqca problemlər də çoxalır. Və çalışırdılar ki, uzaq dursunlar, yəni axirətə hazırlasınlar. Əlbəttə, gidib haradasa, gidib bir nə bilim, meşədə, mağarada yaşamaq olmaz. Yəni müəyyən qədər, o demək deyir ki, tərk edirsən, tərk-i dünya olursan, sufilər kimi. Elə deyir, yəni ki, özü artıq yığışdırırsan. Məsələn, görürsən, Allah Teala'nın ən böyük günahlardan birisinə baxın, nədir? Böyük günahlar var ki, Allah Teala onları danışmaz, onlara heç bir xeyir qapısı açmaz və onlara şiddətli əzab verir. Onlardan birisi kimdir? Qoca zinakar. Ne üçün? Çünki qoca insan yəni öz nəfsinə yiyə dura bilir. Məsələn, subay düzdür, böyük günahdır. Onun üçün o demək deyir ki, onun üçün keçərlidir. Yox, sadəcə onun üçün daha ağırdır. Ona görə də yəni ki, görürsən, qocalanda insan yəni ahıl vaxtında ağlını itirməməlidir, özün məsələn, düz aparmalıdır, nümunə olmalıdır həm də başqalarına və rəhmət qazanmalıdır. İndi cavan vaxtı görürsən ki, insandır da, cavandır, gəncdir, yəni başa düşmür, anlamır, məsələn, tam çatmır bəzi şeylər, ola bilər. Amma insan yaşlaşdıqca bunlara fikir verməlidir və əlmühim, günahın fərqi yoxdur, istəyir qadın, istəyir kişi, istəyir yaşlı, istəyir cavan, yəni hamısı yəni, eyni dərəcədədir. Yəni, eyni günahdır, günah sayılır. Kim üçünsə, yəni, onun üçün güzəş və yaxud da yoxdur onu. Yəni, əlhamdülillah, güzəşdən nədir? Tövbə etmək, yaxşı işlər görmək, bayaq yuxarıda dediyimiz məsələləri, səbəbləri etməkdir. Və ona görə də istəyirəm ki, Allah Teala bizim günahlarımızı bağışlasın, Allah bizə xeyir qapıları açsın, Allah Teala bizə tövbə qapıları açsın, bizim tövbələrimizi qəbul etsin, Allah Teala bizim bilə-bilə etdiyimiz, bilməyib etdiyimiz günahlarımızı bağışlasın. Allah Teala bizə, qovm əqrəbamıza, cəmaatımıza, xalqımıza hidayət versin, doğru yolu yönətsin. Allah Teala bizə ruzi versin, bol, bərəkətli, halal, rahat. Allah Teala bizi bəlalardan, xəstəliklərdən qorusun. Allah əsgərlərimizi qorusun. Allah hərbiçilərimizi qorusun. Allah vətənimizin əmin-amanlığını qoruyanları qorusun. Və Allah Teala ölkə başımızı qorusun. O xeyr üzərində etsin, xeyrin haqqın cəsisi etsin və onun bütün işlərini uğurlu etsin, bizim üçün xeyirli etsin. Allah Teala onun ailəsini də qorusun, xeyirli, bərəkətli etsin. Allah Teala bizi tövbələrimizi qəbul etsin və Allah bizə rəhm eləsin. Subhanəkallahumma bihamdik, nəşədən la ilahə illə əntə nəstəğfiruke və nətubu ileyk.